Yollarımız da bağlıdır. Azərbaycana keçə bilmirik kızım. Dəqiqə bizim cəmaatımız gün 60-70'lərə gedib işləyirlər, saat 12'də gəlirlər evlərinə. Yaxşıdır, şükür Allaha, verdiyinə şükür. Qıraq respublikalara, Ukraynaya gedirlər, nə mən Polşaya gedirlər, haraya gedirlər, qıraq respublikalara gedirlər, orada işləyirlər. Burada qalanlarımız da, qadınlarımız qırağa gedir, Gürcü işi var, fındıq işinə gedirlər, şöytər işinə gedirlər. Kişilərimiz də ödə həyatiyanı işlə baxırlar. Yolumuz açıq olacaq Azərbaycana. Kəndimizdə bir dənə marşrutka vardı, Qabal, Balakən işləyən. Yollar bağlanandan sonra o marşrut da işləmədi. Kimin miniyi var, miniyi ilə gedir, kimin də peşkom gedir, taksi tutur, taksi ilə gedir, işini aşırır, gəlir rayonumuzda. Tərhəd açıq olanda alver eləyirdilər, qonşu rayon idi, gedirdilər, alırdılar, buradan aparırdılar, oradan gətirirdilər. Dolanışıq Hasan dedi, benzinimiz ucuz olurdu. Gedirdik, öz miniyimizi doldurub gəlirdik, bir vaxtı ondan yola gedirdik. Bu saat benzin bahadır.